Harda qaldıq? Kimdir o kəsdən daha zalim ki, Allahın adından danışa, uydurub düzəldə. Allah deyir ki, kimdir ondan daha zalim. İndi bu mağara əhlini Allah duasını qəbul elədi və onları mağarada illərlə yatırtdı. 309 il. İndi orada biraz ixtilaf var. Bəziləri deyir 300 il, 900 ildə əlavə kimsə etdi, mənim neynədir, belə şeylər. Yəni ki, ixtilaf törədirlər. Biz buradan bilirik ki, Allah buyurur ki, 300 il onları yatırtdı və 9 ildə onlara əlavə edildi. Və onların orada nə qədər olduğunu, daha yaxşısını kim bilir? Allah bilir. Yəni ki, bu o deməkdir ki, siz yox, daha yaxşısını Allah bilir. Daha yaxşısını Allah bilirsə, biz buradan oxuyuruq neçə il qaldılar və buradan biz bilirik ki, elhamdülillah Allah nə qədər deyirsə qaldılar, biz o qədərini qəbul edirik. Yəni burada 300 il mi qaldılar, 300-dən 9 il mi çox qaldılar, az qaldılar. Onun, yəni əgər Allah deyirsə, demək önəmi var. Əgər demirsə, yəni nə qədər rəqəmi az, yuxarı, aşağı desə, biz oyuna kifayətlənməliyik. Biz əsas məğzə, məntiq nədir? Burada məna nədir? Ora varmalıyıq. Yoxsa ki, orada it vardı, o it nə bilim nə rəng idi, hansı it idi, Doberman idi, yoxsa Laika idi, yoxsa Husky idi, hansı it idi? Onun bizə orada bizə nə verir? Nə fərqi var ki, o Husky idi, yoxsa Doberman idi, yoxsa hansı cins it idi? Onun bizə nə fərqi var ki? O mağara əhli orada nə giyinmişdi, o nə bilim neçənci il idi, nə bilim oradakı o padşahın Firon idimi, yoxsa padşah idimi, onun adı nə idi, hansı onun vəzirinin adı nə idi, o bizə o nə verir? Biz buradan alacaq ibrət başqa şeydir. Amma biz burada kitablar, filmlər, bu uzadırıq, çıxardırıq. O deyir, yox, it falan idi, bu deyir, yox, it başqa idi, o deyir, yox, mən deyirəm, it Doberman idi. Qırğın müsibət gedir, ixtilaf düşür, müsibət gedir. Və sonra hepsi parçalandılar. O yana kim Doberman'a inanır, bu partiye gidecek, kim Laika'ya inanır, öbür parti parçaladılar, alem vurdular birbirine. Hiç məntiq, bu ne deməkdir? Bu ne oldu be, bu ne dindi? Biz Müslümanıq, biz hamımız Müslümanıq, biz bir dənə, bizim bir Rəbbimiz var. Bizim kitabımız var. Bizim kitabımız var, Rəbbimiz nazil edib və bizə lazım olan məlumatı Allah burada bizə çatdırır. Biz xırda şeylərə görə, mənasız, məntiqsiz şeylərə görə burada ixtilaf etmək üçün bir-birimizlə dava, düşmənçiliyi, bir-birimizə söz atmaq, bir-birimizdən ayrılmaq, kin, nifrət bəsləmək, bu bizə yaraşmaz. Bu bizi zəiflədər. Ki Allah deyir ki, ayrılığa düşməyin, çünki bu sizi zəiflədər. Belə olmaz. Müsəlmanların gərək birliyi olsun. Bizim bir kitabımız var, bizim bir Rəbbimiz var. Biz bir kitabla, bir Rəbblə geçsək, bir, tək. Onda bizdə heç bir ixtilaf olmaz. Heç bir aramızda kin, düşmənçilik olmaz və bizə qaydar mərhəmət, sevgi, hörmət, bizə qaydar bütün bunların hamısı. Hansı ki bunlar hamısı itib. Hörmət, böyük, kiçik, bir-birinə saygı, ehtiram, hamısı vallahi itir. Get-gedə daha da itir, yox olur. Odur ki, mən sizi çağırıram Allahın kitabına, birliyə, müsəlmançılığa. Allah Quranda deyir ki, biz sənə, Məhəmməd Peyğəmbərə deyir ki, biz sənə müsəlman adını verdik. De ki, mən ilk müsəlmanlardanam. Biz belə ayələr oxuyuruq Quranda. Və sənin ümmətivə müsəlman adını verildi. Bizə müsəlman adı verildi. Peyğəmbərimizə müsəlman adı verildi. Kimdir o kəsdən daha gözəl, haqqı gətirən, haqqı deyən və mən müsəlmanlardanam deyən kəsdən daha gözəl, daha doğru danışan kim ola bilər? Allah sual verir Quranda. İndi biz bu ayələri qoyub, bu adı qoyub, özümüzə cürbəcür adlar, cürbəcür firqələr çıxartmaqla bu sadəcə kini gətirir. Bu sadəcə düşmənçiliyi, bu sadəcə ayrılığı, fitnə fəsadı. Hansı ki biz bir olmalıyıq. Biz bir olmalıyıq. Qardaş olmalıyıq. Bir-birimizə yardım eləməliyik. O kini, nifrəti, bütün bunları, firqələri, parçalığı hamısını şeytan gətirir, şeytandandır. Allah burada dönə-dönə bizə tapşırır. Bölünməyin, parçalanmayın, bərabər olun. İndi bu sözümə qüvvət, Allah buyurur ki, dedilər, nə dedilər? 3 nəfərdir, 4-cüsü ittir, deyəcəklər. Və qaranlığa daş atar, 5 nəfərdir, 6-cı itləridir, deyəcəklər. Qaranlığa daş ataraq,
daş atar kimi bu sözü dedilər. 7 nəfərdir, 8-ci isə itləridir deyəcəklər. De, onların sayını Rəbbim daha yaxşı bilir. Görürsünüz ki, yəni qaranlığa daş atmaqdır. Bilmirsən hara daş atırsan, niyə daş atırsan, amma atırsan. Yetər ki atım. Təsəvvür edin ki, evdə oturmuş böyük bir, nə deyim, məclisdə, hər hansı bir yerdə oturub biri, birdən ışıqlar getdi, hər yerə qaranlıq düşdü. O toyda mı oturub, haradasa oturub, götürdü vilka bıçağını başladı atmağa. Sağa, sola, qaranlığın içində tollayır. Adam da deyir ki, yani burada misal getirir. Deyir ki, yani bu araştırmanın ne bir problemi var ki? Biri deyir 3 ne olacak, biri deyir 5 düşsün biri deyir 7 düşsün ne var ki burada? Bəs Allah Kur'an'da bize öyledir ki, bakın harda Kur'an'da böyle bir yerler geçirse, böyle bir şeyler deyilirse ki onlar dediler, onlar belə dedi, onlar dediler. Bu harda geçirse orada Allah onların beğenmediği kelimeleri deyir. Ve deyir ki yani siz demeyin, onlar dediler ama əsli budur. Onlar dediler ki o şairdi Peygamber üçün. Onlar dediler ki saysız hesapsız bu böyle bir misallar var. Onlar dediler. Hərresi kimin ağlına ne gelir, kim ne istəyir, kitap yazır, kutbe verir vesaire şeyleri döşeyir ki onlar dediler. Allah da bize ayıldır, bize deyir ki onlar belə deyəcək, onlar belə deyir. Yani eşit söz ki onlar deyir, saxlayın, ayılın. Bilin ki Allah onların bu dediklerini sevmir. Onlar dediler ki ona şeytandan ayələr nazil olur. Onlar dediler ki o dəlidir, o səfehdir, məcnundur. Onlar dediler ki iftira yaxırlar namuslu kadına. Vesaire şeyler. Birçok yerler ki onlar dediler ki bu haramdı, onlar dediler bu halaldı, onlar dediler kadınlarımıza bu haramdı. Vesaire. Cürbez burada minlərcə belə bir ayələr var. Ki Allah onu beğenmeyip bize tapşırır. Bize haberdar edir ki belə şeyler eləməyin. Ki Allah həmin onlar diyen o mövzunu ki onlar deyir. O şeyi pisleyir ve onları düzeldir. Hoş o adamın halına ki, salam olsun o adamları ki, onlar dedi onların içinde olmayasan, olasan o keslerin içindeki Allah buyurdu. Biz eşittik, biz inam getirdik. Allah buyurdu, biz eşittik ve itaat ettik. Teslim olduk. Biz belə inam getirməliyik. Biz belə deməliyik. Ve biz her hansı bir mövzunu, her hansı bir şeyi de deyəndə biz deməməliyik ki, bu belədir, bu elədir. Biz sadece bizim delilimiz varsa Allah'ın kitabı ilə getirməliyik və deməliyik ki, Allah buyurdu filan surede, filan ayda, Kur'an'da ki belə buyurdu, belə dedi, belə buyurdu. O olar gözəl. Ama onlar dedi, bunlar dedi, belə olmaz. Ki Allah bize tapşırır ki onlar belə deyəcək, sizsə belə demeyin yani. Sizsə Allah'a güvenin. Onlar barəsində demək, onların sayını Rəbbim daha yaxşı bilir. Rəbbimiz daha yaxşı bilir. Ve senin için ne farkı var onlar neçə nəfər idi? Bu sənə nə verəcək ki? Onlar 7 olsa, 6 olsa, 5 olsa, 3 olsa bu sənə nə verəcək ki? Sənə buradan ibrət alınacaq şeyi sən qoymusan ve gör neyin peşindəsən, neyi axtarırsan, neyin arkasıyla gedirsən. Ki Allah Kur'an'da buyurur ki bilmediğin şeyin ardıyca gitme. Çünkü göz, kulak, qəlb bunların hamısı sorğu-sual olunacaq. Ağzından çıxdığın kəlmə bunlar hamısı sorğu-sual olacaq, hesaba çəkilecek. Ve sen onda hesap, kitap verebilmeyeceksin. Ona göre biz arxalanmalıyıq. Neye? Ne ki Allah buyurdu. Allah buyurdu belə. Elhamdülillah. Yarın, sabah, ahiret gününde sen bu sözü niye dedin deyəndə ahiret gününde demeyesen ki, ben bir kitap vardı, yaşıl renkdi, ya sarı rengiydi, beleydi kalınlığı, bele uzunluğu, bele kalınlığı. Orada bir şey okumuştum bu barədə. Ve oradan dedim. Kim idi onun müəllifi? Mən müəllifi bilmirəm, bir saqqalı kimsə vardı orada, bir əmmaməvi, bir dindar adam oxşayırdı, onun kitabıydı. Bu mən nə bilim, kim, biraz da ərəb dilinə adına oxşasın, bitti, döşə geçsin. Yok, olmaz. Hoş o adamın halına olacak ki, həmin adama deyiləndə ki, niye belə dedin, hardan dedin, diyecek ki, Allah'ın kitabından, filan surə, filan ayədən, Allah'ın əmrindən, filan ayədən, filan surədən. Ona heç vaxt deyilməz ki, sen niye Allah'ın əmrini demisən? Ama o adama deyilecek ki, sen bu kitaptan okuyup
ki xütbə verirdin, dəlil verirdin, mövzu aparırdın, öyrədirdin, yaxud təlqin eləyirdin. Sən buna cavabdeh ola biləcəksən qiyamət günündə. Heç müəllifini bilmədiyin, dəlilin olmadığın bir mövzunu açıb danışırsansa. Odur ki, Allah bize burada çok büyük bir ibret verir ve öğretir ki, onların sayını Rabbin daha yaxşı bilir. Ve demək olmaz ki, onlar falan qədər idi, köpeği bu idi, falan qədər idi, köpeği de falan paroda idi, cinsten idi, o falan qədər adam idi, falan renkte paltarı vardı, birinin boyu uzun idi, birinin boyu kısa idi, ne bileyim, biri rengi ağ idi, birinin rengi qara idi. Bunun ne dəxli var mövzuya? Bunun ne dəxli var bize? Təsəvvür edin ki, sizə bir olan bir şey deyirəm. Vallahi bir gün hardasa 14-15 yaşlarında olardım. İbrahim Peyğəmbər haqqında bir mövzu aparam. 5-6 nəfər yığılmışıq. Mövzu aparam ki, İbrahim Peyğəmbər belə təslim oldu, Allahı belə sevirdi. İbrahim Peyğəmbər haqqında Qurandan ayələri deyirəm. Belə yığılmışıq, oturmuşuq, danışırıq məscidin yanında. Deməli, deyirəm ki, İbrahim gör nə qədər Allahı sevirdi ki, o evladını kəsməyə hazır idi Allah üçün və ona Allah qurban nazil etdi. O sonra qurbanı Allaha kəsdi. Və bir nəfər oradan sual verdi mənə ki, bir dənə sual verim, dedim, ha buyur. Dedi ki, görəsən o qoyunun ətindən birinci kim yedi? O belə bir sual. Və təəccüblisi odur ki, onun yanında olanlar qalanda qayıtdı dedi ki, çox gözəl sualdır. Mən əlimi başıma qoydum, dedim, hə, o belə bir şey varmış. İndi mən çağırıram Allahın kitabına. Gəlin Allahın kitabı ilə gedək. Gəlin Allahın bizə öyrətdiyi kimi yaşayaq. Allahın bizə verdiyi öyüdlə. Yəni, bayaq misal getirdim ki, təsəvvür edin ki, deyir ki, nə zərəri var belə deməyin, belə araşdırmağın, biri belə deyirsə tüsündə, biri belə. Yox, o firqələrə bölünür. İnsanları parçalayır. Arada kin yaradır. O deyir, mənim filan kəs düz deyir. Bu deyir, yox, mən filan kəsə inanıram, o düz deyir. O birisi deyir, yox, mənim şeyxim belə deyirsə, mənim şeyxim daha elmlidir, o düz deyir. Və aləm deyil, bir-birinə qırırlar bir-birinə. Sonra başlayır düşmənçilik, kin, nifrət, bir-birinə böyük bir şeytan girir araya. Təsəvvür edin, bayaq dediyim kimi ki, bir məclisdir, yaxud bir adamdır, bayırda dayanıb, yaxud məclisdə oturub, ışıqlar gedir, qaranlığa düşürlər, götürür, başlayır daş atmağa, vilka bıçaq atmağa, sağa sola. Deyirlər ona, nə inirsən? Deyir ki, atıram, görüb qapıya dəysə, qapının səsi gəlsə, bilim ki, qapı o tərəfdədir, çıxın bayra. Yaxud prosta bilim ki, şüşə hardadır, qapı hardadır, adam hardadır, atıram da sağa sola. Bu atanda da vilka qaşığı, bıçağı kimisə başına dəyər, gözünə xəsarət yetirər, bu onu düşünmür. Bu sadəcə onu fikirləşir ki, mən atarım, görüm, qapıya deydi, nə olacaq, şüşəyə deysə, nə olur, bu sənə nə verəcək? Bu sənə ancaq zərər verəcək. Odur ki, qaranlığa daş atmaq budur. Qaranlığa Allah deyir, daş atmış kimi deyirlər, bu 3 idi, 4-cüsü köpəkdir, biri deyir 5-dir, 6-cısı köpəkdir, biri deyir 7-dir, yox 8-ci köpəkdir. Və lazım olan, əsas olan, məğz olan, mənası olan, bizə iman, bizə elm, hikmət verilən şey qalır bir kənara, dava müsibət düşür ancaq belə şeylərin üstündə. Və bu, bizi Allahdan təbii ki, uzaqlaşdırır. Odur ki, mən yenə deyirəm, mən sizə Allahın kitabına çağırıram. Vallahi oxuyun bu kitabı. Oxuyun bu kitabı. Bu kitab həqiqətən doğru yola aparır. Bu kitab bir nurdur. Elm, hikmətdir. Allah buyurur, rəhbərdir, hidayətdir, nurdur, zikirdir, rəhmətdir. Odur ki, bu kitabdan möhkəm yapışaq və bu kitabla hökm eləyək. Bu kitabla, ancaq bu kitabınla dəlillərimizi verə bilək və yaşayaq. Çünki Allah Quranda buyurur ki, həqiqətən gələcəkdə siz ahirette bu kitabla hesap kitabı olunacaqsınız. Soru-sual olunacaqsınız. Hesabı bu kitabla verəcəksiniz. Qeyri kitablarla, qeyri adamlarla, şeyxlərlə, fikirlərlə, cümlələrlə, firqələrlə, zənnlərlə deyil. Bu kitabla. Ona görə gəlin bu kitaba təslim olaq. Allahın izniyle.